Salam, hörmətli izləyicilər, xoş gördük hər birinizi. Necəsiz? Yaxın əyləşin. Bugün sizinlə mədəniyyət mövzusu haqqında izah verəcəm. Hansı ki, söhbət gedir ümumi tarixdə, son illərdə dərsliyə, proqrama, eyni zamanda abituriyentlərin qəbul imtahanına, blok imtahanına salına biləcək mövzulardan 11-16-cı əsr Asiya, Türk xalqlarının mədəniyyəti mövzusu bugün artıq mənim izah edəcəklərimi əhatə edir. İlk öncə vurgulamaq istəyirəm ki, artıq İslam dininin meydana gəlməsi və İslam dininin ərəblər vasitəsilə digər ərazilərdə yayılmağa başlaması gətirib çıxartdığı bu ərazilərdə İslam mədəniyyətinin yaranmasına və İslam intibahı dövrünə, əsasən də klassik feodalizm dönəmində İslam intibahı daha da gücləndi. Hansı ki, klassik feodalizm dövrü, yəni klassik orta əsrlər dövrü əhatə edirdi 11-15-ci əsrlər dövrünü. Ümumiyyətlə, bu mədəniyyət yalnız 11-15 yox, həm də 11-16-cı əsrlər dövrünü əhatə edirdi. İlk öncə mədrəsələr haqqında məlumat vermək istəyirəm. Biz bilirik ki, mədrəsələr dini təhsil verən müəssisələr idi, təhsil müəssisəsi idi. Təbii ki, bəzi mədrəsələrdə dini elmlərlə yanaşı dünyəvi elmlər də tədris olunurdu. İlk öncə Şərqdə ilk ali təhsil ocağı hesab olunan, ilk universitetlər səviyyəsində olan ilk universitetlərdən biri, ilk ali təhsil ocağı Nizamiyyə mədrəsəsi idi ki, Nizamiyyə mədrəsəsi Bağdadda inşa edilmişdi. Məhz Nizami-Mülk tərəfindən Alparslanın sifarişi əsasında tikilmişdi. 11-ci əsrin 60-cı illəri dönəmində inşa edilmişdi. Nizamiyyə mədrəsəsi Şərq ərazisində böyük və ilk təhsil ocağı hesab olunur. Burada həm dini elmlər, həm də dünyəvi elmlər tədris olunur. Dünyəvi elmlərdən tarix, hüquq, tibbə dair məlumatlar, astronomik biliklər tədris edilirdi. Və burada biz deyəcəyik ki, Suriyada təhsil almış Xətib Təbrizi kimi tanınmış alim 40 il Nizamiyyə mədrəsəsində dərs demişdi. Lakin burada Ömər Gəncəyi kimi alim isə bu Nizamiyyə mədrəsəsində təhsil almışdı. Daha sonra növbəti Şərq ərazisində ikinci ali təhsil ocağı hesab olunan Nizamiyyə mədrəsəsindən sonra ikinci yerdə duran mədrəsə Təbrizdəki Rəbi Rəşidi məhəlləsində inşa edilmiş Rəbi Rəşidi mədrəsəsi idi. Bunu zaten biz Azərbaycan tarixində də öyrənmişdik ki, Qazan xanın vəziri Fəzullah Rəşidəddinin göstərişi, sifarişi əsasında, yəni onun rəhbərliyi əsasında Rəbi Rəşidi mədrəsəsi inşa edilmişdi. 14-cü əsrin əvvəllər dönəmində artıq bu mədrəsə inşa edildi. Burada 700-ə qədər alim dərs deyirdi və bir xeyli tələbə də artıq 5000-ə yaxın tələbə təhsil alırdı. Dini elmlər və dünyəvi elmlər tədris olunurdu. Fəzullah Rəşidəddin, bu Rəbi Rəşidi mədrəsəsinin rəhbəri hesab edilirdi. Və bu dövrdə qeyd etdiyim mədrəsələrlə oxşarlıq olaraq biz eyni zamanda Teymurlər dövlətində də mədrəsə inşa edilməsinə rast gəlirik ki, əsasən Teymurlər dövlətində hökmdar Uluqbəyin zamanında ən çox mədəni sahəyə böyük önəm verilirdi və Uluqbəy mədrəsələr, rəsədxanalar inşa etdirmişdir. İndi mən Uluqbəy haqqında bir qədər sonra daha ətraflı məlumat verəcəm. Bu qeyd etdiklərim artıq mədrəsələrlə bağlı məlumatlar idi. Uluqbəy dönəmindən danışmaq istəyirəm. Teymur hökmdarı biz Uluqbəyi siyasi cəhətdən ötən mövzularımızda qiymətləndirmişdik. Əsasən ölkənin mədəni həyatına önəm verirdi və siyasi bacarığı zəif olduğu üçün də uzun müddət hakimiyyətdə qala bilməmişdi. Uluqbəyin hakimiyyət illəri 1147-1149-cu illəri əhatə etmişdi. O özü həm astronom idi, astronomik biliklərə sahib idi, hətta rəsədxana inşa edilmişdi və burada rəsədxanada fəaliyyət göstərirdi. Səmərqənd rəsədxanasının rəhbəri idi. Bu rəsədxana 55 metr hündürlüyündə idi. Uluqbəy öz zamanında səma cisimlərinin cədvəlini tərtib etmişdi, ay və günəşin orbitini müəyyənləşdirmişdi və eyni zamanda bu cür fəaliyyətlərinə görə ayın xəritəsinə Uluqbəyin adı əlavə edilmişdi. Yəni deyirəm, bir qədər düzdür, mədəniyyət mövzusuda xırdalıqlarımız var, əzbərləmək tələb edir, amma biraz daha diqqətlə bir neçə dəfə dinləsəniz və kitabdan oxuyaraq möhkəmləndirə bilərsiniz.
Səmədqənd rəsədxanasının rəhbəri Uluqbəy oldu. 55 metr hündürlüyündə idi. Səma cisimlərinin cədvəlini tərtib etmişdi. Ay və Günəş orbitini müəyyənləşdirmişdi. Bu xüsusiyyətlərinə və fəaliyyətinə görə ayın xəritəsinə Uluqbəyin adı daxil edilmişdi. Mahmud Qaşqari bu dövrün görkəmli tanınmış alimlərindən biri idi. O həm astronom idi, həm ədəbiyyatşünas idi, həm folklorçu idi. Yəni demək olar ki, bir çox sahələri özündə birləşdirə biləcək bir alim idi. 1077-ci ildə o Divani Lüğət-ü Türk, Türklərin Divanı əsərini yazıya almışdı və bu əsərdə o deməli dünya haqqında ilk xəritəni məhz bu əsərinə, bu kitabına daxil etmişdi ilk xəritəni və bu ilk xəritəni daxil edən zaman Mahmud Qaşqari dünyanın mərkəzi kimi Balasagun şəhərini göstərmişdi. Yəni o bütün dünya xəritəsini tərtib edərkən mərkəz olaraq Balasagun şəhərini göstərirdi. Və Mahmud Qaşqari eyni zamanda vurğulayacağıq ki, ulduz bürclərinin dövrü adlarını irəli sürmüşdü. Hansı ki, biz deyirik Oğlaq bürcü, Qız bürcü, Əqrəb bürcü, yəni bu cür və yaxud da ki, İlan ili, Sıçan ili, yəni bu illər, bürclər söhbəti ki var. Bu ulduz bürclərinin dövrü adının verilməsi Mahmud Qaşqarinin adı ilə bağlıdır. Daha sonra Ömər Xəyyam tanınmış şair idi, astronom idi, filosof idi, fəlsəfəyə dair əsərləri var idi, eyni zamanda riyaziyyatçı idi və astronomik biliklərinə görə yəni, bir çox nailiyyətlərə imza atmışdı Ömər Xəyyam adlı şəxs. Bu Ömər Xəyyam İsfahanda inşa edilmiş rəsədxananın rəhbəri idi. Ömər Xəyyam Məlikşah Sultan Məlikşahın şərəfinə Məlikşah cədvəlini tərtib etmişdi. Məlikşah cədvəli bəzi mənbələrdə Cəlali təqvimi də adlanır. Bu Məlikşah cədvəli astronomiyaya dair həsr olunmuşdu və burada 100-dən artıq ulduzun adları qeyd olunmuşdu. Amma indiki müasir dövrümüzə qədər bu Məlikşah cədvəlinin yalnız müəyyən hissəsi gəlib bizim dövrümüzə çatmışdır. Ömər Xəyyam eyni zamanda yerin günəş ətrafında fırlanması fikrini və bu haqda bəzi xüsusiyyətləri izah etmişdi. Miladi təqvimindən dəqiq hesablamalar aparmaq üçün istifadə etmişdi. Saydığım məqamların hamısı Ömər Xəyyama aiddir. Yenə vurğulayıram. İsfahan rəsədxanasının rəhbəridir. Məlikşah cədvəli və ya digər adla Cəlali təqvimini tərtib etdi. 100-dən artıq ulduzun adını qeyd etdi. Lakin indiki dövrümüzə qədər bu Məlikşah cədvəlinin yalnız müəyyən hissəsi bizim dövrümüzə gəlib çatmışdır. Yerin günəş ətrafında fırlanması fikrini irəli sürdü. Miladi təqvimindən dəqiq hesablamalar aparmaq üçün istifadə etdi. Daha sonra biz bu 16-cı əsrlər dövründə digər dövlətlərin də mədəniyyət sahəsində bəxş etdikləri xüsusiyyətlər haqqında məlumatlar əldə edirik ki, bəzi mənbələrdən məlumat alırıq ki, Çin dənizçiləri bu dövrdə böyük nailiyyətlərə imza atdılar və Çin dənizçiləri Hindistandan Afrikaya qədər ki, böyük bir ərazini tədqiq eləmişdilər, gəzmişdilər, səyahətlər həyata keçirmişdilər və bu ərazilərin artıq hər bir xüsusiyyətinə malik idilər, bələd idilər və bu ərazilərin artıq xəritəsini özəllərə tərtib etmişdilər. Hindistanda bir sıra mədrəsələr inşa edilmişdi. Delhi şəhərində, Agra şəhərində bu dövrlərdə Hindistanda mədrəsələr inşa edildi. Osmanlı dövlətində Ədirnə şəhəri və Təbriz şəhəri 11-16-cı əsrlər dövründə böyük rola malik oldu. Ədirnə və Təbriz şəhərlərində Dar-ü-Şəfalar inşa edildi. Dar-ü-Şəfa xəstəxana, yəni müalicə evi hesab olunurdu. Bunlar Osmanlıda bu ərazidə, Ədirnədə, Azərbaycanda Təbrizdə inşa edilmişdi. İlk dəfə farmakologiya kitabı Çinli alimlərə məxsusdur ki, yəni o dərmanlarla bağlı, müalicə ilə bağlı məsələlər idi ki, dərmanların xüsusiyyətlərlə bağlı məsələlər ilk farmakologiya kitabında qeyd olunmuşdu ki, məhz Çinli alimlər tərəfindən irəli sürülmüşdür. Hətta əgər xatırlayırsınız ki, qədim dövrdə ilk dəfə Çinli alimlər çay bitkisindən dərman kimi istifadə etmişdilər. Oxşarlaşdırmaq olar, yəni o dövrdə də, bu dövrdə də. Daha sonra 13-14-cü əsrdə məhz Çinlilər tərəfindən barıt kəşf edildi, metal toplar kəşf edildi. Çin tərəfindən artıq dünya üzərinə bəxş edilmiş yeniliklərdən idi. Bu dövrdə 11-16-cı əsrlərin türk müsəlman şairlərinin adını çəkmək istəyirəm. Ədəbiyyat sahəsində zaten demək olar ki, yəni üçüncü qruplar oxuyurlar, amma yenə də izah vermək istəyirəm ki, Mövlana Cəlaləddin Rumi, Yunus Əmrə, bilmirəm, ədəbiyyat dərsində keçirilir yoxsa, amma bizim dövrümüzdə var idi. İmaməddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli, hansı ki bu dövrün məşhur və şərq yaradıcılığında ədəbiyyat hissəsində, yəni böyük
yüksək alimlər, şairlər idi. Sonra 11-16-cı əsrlər dövründə mövcud olmuş şəxsiyyətlərdən biri də Xoca Nəsrəddindir ki, Molla Nəsrəddin də deyirdilər. Öz hazır cavablılığına görə digər insanlardan seçilirdi və Azərbaycanda bir sıra lətifələr məhz Molla Nəsrəddinin, yəni Xoca Nəsrəddinin adı ilə bağlı olmuşdur. Şərqdə Səmərqənd ərazisi, Təbriz, bir də İstanbul şəhərləri memarlıq cəhətdən yüksək inkişaf səviyyəsinə çatmışdılar. Hindistanda memarlıq cəhətdən biraz öncə mən mədrəsələrin olduğunu söylədim, amma eyni zamanda Hindistanda bir sıra memarlıq abidələri də var idi ki, 12-ci əsrdə Qüvvətül-İslam məscidi inşa edildi. 13-cü əsrin əvvəllərində Qütbəddin Aybəkin hakimiyyəti dövründə Delhi Sultanlığında Qütb Minar minarəsi inşa edildi. Hündürlüyü 73 metr idi və 4 sütun deməli şəklində təsvir olunmuşdu, inşa edilmişdi. Bundan başqa Hindistanda biz Delhi Sultanlığından sonra Böyük Moğol dövləti haqqında məlumat əldə edirik ki, hansı ki Böyük Moğol dövlətində Qızıl əsr adlanan dövr Əkbər Şahın dövrü idi və o Əkbər əsri deyirdilər bu dövrə. Əkbər Şahın dövründə ibadət etmək üçün ibadətxana açılmışdır 1575-ci ildə. Bu da Hindistan memarlığına aid olan xüsusiyyətlərdən biridir ki, 16-cı əsr dövrünə aid olan bir xüsusiyyət idi. Daha sonra biraz öncə vurguladım ki, Səmərqənddə memarlıq abidələri var idi. Baxın görün videomuz davam edirmi? Aha, bəli, davam edirik. Deməli, 14-15-ci əsrlərdə Səmərqənddə inşa edildi Gür Əmir türbəsi, Şah-i-Zində məqbərəsi və bir sıra rəsədxanalar və məqbərələr inşa edildi. Bunlar nə idi? Deməli, Səmərqənddə inşa edilmiş Gür Əmir türbəsi Əmir Teymurun qəbri üzərində inşa edilmişdi və Səmərqəndin şah əsəri hesab olunur. Səmərqənd memarlığının şah əsəri idi. Şah-i-Zində məqbərəsi Teymurun və onun varislərinin dövründə inşa edilmişdir. Şərq memarlığında ən yüksək memarlıq nümunələrindən biri hesab olunur. Bir də biz 14-15-ci əsrlər dövründə Teymurlar dövlətində əsasən Ulubəyin zamanında rəsədxanaların və məqbərələrin inşasına rast gəlirik. Hətta biraz öncə söyləmişdim ki, Ulubəyin haqqında məlumat verəndə Səmərqənd rəsədxanasını inşa etdirmişdi. Onlar rəhbəri idi, 55 metr hündürlüyündə idi. Sonra burada qeyd etdiyim şəhərlərdən biri də İstanbul şəhəridir ki, 15-ci əsrdə İstanbul memarlığında Çinli köşk, Topqapı sarayı, Fənərbağçı sarayının adlarını çəkmək olar. Bunlar hamısı yəni əsl olaraq əzbərlənməlidir, ərazi olaraq. Hər birinin adı qeyd olmalı, çünki testdə sual kimi düşə bilər. Çində bu dövr memarlığında məbəd pagodalar inşa edilirdi. Bunlar nə idi? Yuxarıda sütunlarla tamamlanmış, yan tərəfə çıxıntıları olan tikillər idi ki, bu cür məbədlər, pagodalar tikilirdi. Bu dövr memarlığının xüsusiyyətləri idi və insanlar çini qablar hazırlayırdılar. Bu da çinlilərin məxsus olan xüsusiyyətlərdən biri idi. Osmanlıda əsasən artıq 16-cı əsr dövründə və daha sonraki dönəmlərdə əsasən də Sultan Süleyman Qanuninin zamanında təhsil sahəsi inkişaf etdi. Bir sıra təhsil ocaqları inşa edildi və elmin inkişafı baş verdi. Mədrəsələr inşa edildi. Bu mədrəsələrdə dini elmlər yanaşı dünyəvi elmlər də tədris olunurdu və bu mədrəsələrdə din xadimləri də hazırlanırdı və eyni zamanda yüksək savadlı, yəni digər dünyəvi bilikləri ötürən alimlər də yetişdirilirdi. 16-cı əsr dövründə Osmanlı tarixində 3 şəxsiyyətin adına rast gəlirik ki, Piri Rəis, Katib Çələbi və Evliya Çələbi. Piri Rəis coğrafiyaşünas idi, bu dövrün alimlərindən biri idi. 1513-cü ildə dünya xəritəsi hazırlanmışdı və Sultan 1. Səlimə bu dünya xəritəsini təqdim etmişdi. Piri Rəisin hazırladığı dünya xəritəsində eyni zamanda Amerika materiki də göstərilirdi və Amerikanın artıq bu xəritədə göstərilməsi bunu bildirirdi ki, Türkiyəli dənizçilər və səyyahlar, coğrafiyaçılar artıq dünya üzərində Amerikanın varlığını bilirlər və Amerikanın olduğundan artıq xəbərdardırlar. Piri Rəis eyni zamanda Bəhriyyə adlı dəniz atlası hazırlanmışdı ki, bu dəniz atlasını da Sultan 1. Süleyman təqdim etmişdi. Deməli, 1513 dünya xəritəsinin Sultan 1. Səlimə verilməsi və Bəhriyyə dəniz atlasının Sultan 1. Süleyman'a verilməsi Piri Rəisin adı ilə bağlıdır. Daha sonra Katib Çələbi tarix, coğrafiya, hüquq, maliyyə sahəsində əsərlərinə görə məşhurlaşmış alimlərdən biri idi. Evliya Çələbi isə səyahətnamə əsərinin müəllifi idi. Bu əsərində Azərbaycan və xüsusilə Təbriz şəhəri haqqında qiymətli məlumatlar vermişdir.
Sinan Xoca, memar Sinan, Osmanlı tarixində əsas ustalıq əsərlərini hazırlayan şəxsiyyət. Hansı abidələri inşa etdi? Şahzadə Camisi, Süleymaniyə Camisi, bir də Səlimiyyə Camisini inşa etdi. Səlimiyyə Camisi haqqında məlumat vermək istəyirəm. Sultan II. Səlimin sifarişi əsasında Səlimiyyə Camisi inşa etmişdi. Sinan Xoca 90 yaşında buna inşa etdi. Ədinədə yerləşir hal-hazırda bu Səlimiyyə məscidi və Sinan Xocanın fəaliyyəti dövründə onun ustalıq əsərim adlandırdığı məscid Səlimiyyə məscidi olmuşdu. 1168-ci ildə inşasına başlanmışdı. 1175-ci ildə isə artıq istifadəyə verilmişdi Səlimiyyə məscidi, artıq açıq elan olunmuşdu. 2011-ci ildə isə Səlimiyyə məscidi deməli UNESCO-nun Dünya İrs siyahısına daxil edilmişdir. Bugünkü 11-16-cı əsr Türk mədəniyyəti, Asiya xalqlarının mədəniyyəti haqqında verəcəyi məlumatlar bu qədərdir. İnşallah ki, ümid edirəm ki, anlamış olarsınız. Sadəcə olaraq yenə deyirəm, dəfələrcə oxumaqla, yəni əzbərləməklə möhkəmləndirə bilərsiniz. Yəni biz bu məlumatları məcburuq ki, əzbərləyək, çünki heç cürətdən yanıb qalmağı qeyri-mümkündür. Yəni digər mövzularımız daha rahatdır, döyüşlər, müqavilələr, amma bir qədər mədəniyyət mövzusunda abituriyentlərimiz əziyyət çəkirlər. Oldu, sağ olun. Növbəti görüşlərədək.